Salam dostlar. Bugünkü artıq bugünkü dərsimiz Python'ın e, başlanğıc dərslərinin yox, artıq orta səviyyə sayıla biləcək dərslərindən sayılır Python Decorators mövzusu. Bu mövzu həm necə deyərlər, sizin bəsit Python mövzularını düzgün qavramağınızdan asılıdır ki, bu mövzuları düzgün başa düşəsiniz və bunları biz artıq bu mövzuları öyrəndikdən sonra istifadəsini layihə üzərində və ya ümumi gündəlik istifadədə necə istifadə olunacağına baxacağıq və bunların bizə gətirdiyi faydalardan danışacağıq. Deməli, bu mövzulardan biri də Decorators mövzusudur. Decorators mövzusunun əsas məqsədi biz Python'da funksiyonlardan istifadə edirik. Bu funksiyonlar müəyyən işləri icra edirlər. Biz bilirik ki, bu void ola bilər, return ola bilər, hər hansı bir parametr qəbul edə bilər, default parametr qəbul edə bilər, args, quarks parametrləri qəbul edə bilər. Və indi Python deyir ki, Python'da düşünülür ki, biz bunu necə daha optimal yaza bilərik. Yəni bu funksiyaların xüsusiyyətlərindən necə istifadə edə bilərik. İndi bu bizim üçün əslində bir mənada ilk dərslərdə danışdığımız mövzular var idi ki, bəzi paradigmalar var. OOP paradigmasından bəsit şəkildə danışdıq. Ondan sonra funksional paradigma var və əslində Decorators mövzusu Python'ın funksional paradigma hissəsinə aid olan mövzulardan biridir. Və funksional paradigmanın əsas mahiyyəti nədən ibarətdir? Necə ki, biz OOP paradigmasında əsas kod strukturunu klass və obyekt məntiqi ilə istifadə edirik. Burada da funksional paradigmada daha çox işlərin bütün strukturun, yəni ki, layihə strukturunun funksiyalar üzərindən istifadə olunaraq tənzimlənməsinə baxır. İndi bunun üçün gəlin burada belə bir funksiya yazaq. Deco. Deməli, belə bir funksiya yazıram. Deyirəm ki, print show data deyə bir metod yazıram. Deyirəm ki, print this is sample function. Və biz bu sample functiondan istifadə elədik. Bunun işi nədir? Biz burada bunun nəticəsini görə bilərik. Show data dediyimiz zaman biz bunun nəticəsini görürük. Və bu deco dediyimiz zaman bunun nəticəsini biz görürük. İndi decorator deyir ki, mən istəyirəm ki, bir neçə dənə, 2 dənə funksiya istifadə edeyim. Bunlardan birinin funksiyası, məsələn, show datanın funksiyası nədir? Ekrana bir nəticə çıxarmaqdır, bir print eləməkdir və ya return eləməkdir. Bir dənə də funksiya yazım ki, o funksiya bu show data funksiyasının gördüyü işə bir əlavə eləsin. Bunu necə başa düşə bilərsiniz? Bir fabrik düşünsəz əgər, məsələn, stakan istehsal edən və ya bir krujka istehsal edən fabrik düşünün. Bu fabrikin istehsal prosesi müəyyən yollardan keçir. Nə yollardan? Məsələn, bir dənə aparat var orada. Bunun işi bəsit bir dənə krujkanı yaratmaqdır. Üstündə hər hansı bir etiket və s. yoxdur. Bunun işi stakanı istehsal eləməkdir. Bunu istehsal elədi. Ondan sonra keçir ikinci aparata. İkinci aparat nə edir? Onun üstünə rəng vurur. Yəni ki, o krujkanın üstünə rəng vurur. Nə edir? Yəni ki, bundan əvvəlki aparatın gördüyü işə müəyyən əlavələr edir. Bunu əlavə elədi. Ondan sonra üçüncü aparat nə edir? O rənglənmiş krujkanın üstünə bir dənə şey vurur. Etiket vurur.
İndi bunu biz Python'da necə vizuallaşdıra bilərik? Onu biz normalda eləyirik və deməli mən belə bir dənə xüsusiyyət yazıram. Deyirəm ki, def, deyirəm ki, dekorator, dekorator diye bir funksiya yazıram və burada deyirəm ki, bunun daxilində belə bir funksiya yazıram. Deyirəm ki, def inner func yazıram və bunun içərisinə hələ ki pass yazıram və ondan sonra burada deyirəm ki, return inner func. Bakın mən bunu yazdığım zaman və burada birə mən deyirəm ki, hər hansı bir şey göndərim. Deyirəm ki, func adında bir dənə parametre ötürürəm və burada func bunu icra edirəm. İndi baxın bura. Yuxarıdakı funksiya 1-ci və 5-ci sətirlərdə təyin olunan funksiyaya diqqət eləsəz, burada nə baş verdi? Burada nə baş verdi? Deməli ki, bir dənə funksiya var mənim. Bir dənə funksiya var və bu funksiya daxilində yeni bir funksiya təyin eləmişəm, inner func funksiyası. Burada bir parametre ötürmüşəm func adında və ondan sonra burada onu icra eləmişəm. İcra eləmə vəzifəsi vermişəm. İndi gəlin bunu bir dənə burada yoxlayaq görək, bunun nəticəsi nə olacaq. Ondan sonra təkrar bir dənə baxarıq. İndi mən bunu yazdığım zaman, bunu pəsi silim buradan. Pəsi sildim. Gəlirəm bura. Deyirəm ki, bu return eləyəcək. Nəyi? Inner func return eləyəcək. Düzdürmü? Inner func return eləyəcək. Mən gəlirəm buradan deyirəm ki, from my deco deyirəm. Decorator deyirəm. Decorator. Və burada da bir dənə əlavə bir xüsusiyyət verim. Print. I'm decorating my func. Deyirəm ki, my decorator deyirəm. Deyirəm my decorator bərabərdir. Decorator. Belə bir xüsusiyyət verirəm. Burada mən nə eləmiş olacağım? Diqqət edin bunu yazdığım zaman və burada bunu ötürürəm. Baxın. Sadəcə bunun adını ötürürəm. Yəni bunu elədiyim zaman baxın nə iş görüləcək burada. Deməli, bir dənə dekorator fonksiyonu var, ona parametre ötürülür və mən bu parametre arqument olaraq nəyi verirəm? Show data metodunu verirəm. Show data metodunu verdiyim zaman burada hansı əməliyyatlar baş verəcək? Bunu ötürəcək bura parametre olaraq. Ondan sonra bu parametre gələcək burada bunun yerinə oturacaq və bu icra olunacaq. Düzdürmü? Ondan əvvəl də bu icra olunacaq. Və bu funksiyanı mən return edəcəm. İndi bunu mən gəlib burada print my decorator desəm, baxaq görək nə nəticə olacaq. Bu mənə göstərir ki, my decorator dəyişəni əslində bir funksiyadır. Çünki mən burada nəyi return eləmişəm? Funksiyanın adını return eləmişəm. Düzdürmü? Mən bunu return eləmişəm. Bu deyir ki, bu bir dənə funksiyadır. My decorator. Hansından icra olunub? Decorator funksiyonundan return olunub və bu adresdə yerləşir. Və mən gəlib bunun qarşısına, baxın, belə bir işarət qoyduğum zaman mən nə eləmiş oluram? Əgər bu my decorator bir funksiyadırsa, mən onu icra edə bilərəm. Baxaq görək mən bunu icra eləyəndə nə nəticə əldə edirəm. Fikir verirsiniz? Deməli ki, mən burada nə eləmiş oldum? O içəridəki inner func-ı execute eləmiş oldum. Execute elədiyim zaman 3-cü sətirdə olan funksiya statement icra olundu. I'm decorating my function dedi. Ondan sonra 4-cü sətirdə isə mən bura parametre olaraq show datanı ötürdüyümə görə bunu icra eləyəcək. İndi mən məsələn başqa bir dənə next func deyə bir şey yazım, metod yazım və buna deyim ki print this is next func. Və indi əgər mən bunun yerinə
show datanın yerine bunu yazsam, next funk'ı yazsam, bakın, nəticələrə bir dənə fikir verin, analiz eləyin zəhmət olmasa. Buradan diqqət eləsək, baxın, bura diqqət eləyin. Birincidə mən show datanı icra elədim. O neynədi? Bunu verdi, baxın, bunu verdi və show datanın nəticəsini verdi. İkincisində isə bunu verdi və bunun nəticəsini verdi. İndi əslində bayaq danışdığım məsələyə diqqət elədiksə, bir dənə funksiya var, bu neyniyir? Bir dənə stakanı istehsal edir. İkinci bir funksiya var ki, o istehsal olunan stakana nə əlavə edir? Əlavə bir xüsusiyyət əlavə edir. Məsələn, burada əlavə olunan xüsusiyyət, dekoratorun işi nədir? Başqa bir funksiyanın nəticəsinə müəyyən əlavələr etmək. Burada bizim elədiyimiz əlavə nədir? I'm decorating my funk deyə bir ifadədir. Bu bəsit şəkildə. İndi mən burada görürsünüz ki, mən bunu yazanda, bu artıq mənim üçün belə deyək də, bəsit funksiya istifadəsindən bir next level'dır. Mən burada nə eləmiş oldum? Əslində bu mövzular, belə deyək də, bu mövzular bizim basic, necə deyərlər, Python mövzularında var. Biz return'ın nə olduğunu bilirik, inner funk'ın nə olduğunu bilirik. Mən bilirəm ki, inner funk əgər başqa bir funksiyonun içərisinə təyin olunubsa, o orada icra oluna bilər ancaq. Orada istifadə oluna bilər. Mən bunu bu şəkildə yazdım. İndi gəlin bunu başqa şəkildə istifadə edək. Məsələn, deyək ki, mən bunun, bu istehsal olunan datanı, mən bunu belə return edirəm. Deyirəm ki, this is show data func. Dedim. Və buna da deyirəm ki, return next func. Deyə bir string return eləyəm, 2 dənə funksiya yazdım. İndi mən qabağıma məqsəd qoyuram ki, deyirəm ki, mənim istədiyim şey nədir? İstəyirəm ki, elə bir funksiya yazım ki, bu show datanın şeyi nə qədərdirsə, return elədiyi stringin uzunluğunu ölçün. Elə bir dekorator yazmaq istəyirəm ki, onun işi ona parametre olaraq ötürülən funksiyanın return elədiyi dəyərin ölçüsünü mənə versin, uzunluğunu mənə versin. Bunu necə eləyə bilərik məntiq olaraq? Mən burada bunu funk'ı yazmışam. Deyirəm ki, bu funk'ı götürüm. Əgər mən bura string return eləyən bir func ötürəcəmsə, mən bunun dəyərini result bərabərdir func deyə bilərəm. Nə edəcək? O funk'ın return elədiyi dəyəri götürəcəm. Diqqət edirsinizsə. Ondan sonra bura gələcəm, deyəcəm ki, return elə nəyi? Result nöqtə və ya len result. Bu nə edəcək sizcə? O mənim funk'ımın return elədiyi dəyər nədir? Bir stringdir. Onu mənimsədəcək result'a, düzdürmü? Ondan sonra nəyi return eləyəcək? O stringin lenlə mən uzunluğunu return eləyəcəm. İndi gəlin baxaq. Mən bunu icra elədiyim zaman birinci show datanı bura parametre olaraq ötürürəm. Gəlirəm bura. Baxın, bu mənə nəyi return elədi? Diqqət edin. Burada gedən prosesə baxın. Deməli, show datanı götürdü. Eləmi? Ötürdü bura. Funk'a ötürdü. Və ondan sonra bunun bu nə return edir? Bunu return edir. Düzdürmü? Və bunu return elədi. Onu mənimsətdi result adında bir dəyişənə. Ondan sonra bu bir string olduğu üçün onun uzunluğunu da hesabladı, return elədi. Və nəticə itibarilə bu funksiya işlədi və mən burada bunu run eləyəndə bu şəkildə bir nəticə əldə elədim. İndi gələk bura, məsələn, next func eləsək. Baxın, 8 verdi. Bu artıq mənim üçün, yenə dediyim kimi, funksiya istifadəsində bir addım irəli mövzudur. Gördüyünüz kimi, əslində bəsit bir qurğu ilə mən bunu icra elədim. İndi bunun yazılması bu şəkildə yazdım və bu şəkildə istifadə edə bilərəm. Və Python deyir ki, biz bundan çox geniş şəkildə istifadə edəcəyik Python daxilində. Ona görə Python deyir ki,
mən bunu daha rahat yazıla biləcək şəklə gətirirəm. Necə edirəm? Bunun əvəzinə deyirəm ki, mən hansı funksiyaya dekorator əlavə eləmək istəyirəmsə, yəni ki, o funksiyanı decorate eləmək istəyirəmsə, mən gəlirəm onun üstünə, bir üst şeyinə, sətrinə dekoratorumun adını yazıram. Decorator. Və bunu yazdığım zaman da gəlirəm, baxın indi print deyirəm, nə? Next func. Və bunu icra edirəm. Bu qrammatik qaydasıdır Python'un. Və indi buna baxın. Bu mənə bunu verdi. Next func-ı mən burada bu şəkildə üstünə dekorator əlavə elədiyim zaman onun sayını mənə return edir. Bunu saxladığım zaman isə baxın, bu onu öz default nədirsə, yəni onun öz xüsusiyyəti nədirsə, onu return edir. İndi gəlin bunu buradan dəyişdirək, bu dekoratoru götürək, bura əlavə eləyək. Birinci normal şəkildə nə deyək, show datanı deyək. Baxın, this is show data func. Və mən bura dekorator əlavə elədiyim zaman isə bu mənə nəyi verəcək? Bunun 21-ni verəcək. Və artıq bu mənim üçün bir mənada özümün artıq bir planlı şəkildə özüm üçün hazır metodlar yazmağa məni sövq edir. Məsələn, mən nə edə bilərəm? Deyə bilərəm ki, məsələn, bu bir növ dekoratordur. İkinci növ bir dekorator yaza bilərəm. Məsələn, bunun da məqsədi olsun ki, məsələn, def, deyək ki, nə olsun? Belə bir xüsusiyyət olsun. Show on list. Show, yox. List, num list. Num list deyə bir metodum olsun. Bu da mənim üçün return eləsin. Məsələn, belə bir return eləsin. Deyək ki, list return eləsin. İndi mən istəyirəm ki, bunun return elədiyi listin, istəyirəm ki, bu listin hər elementini 2-yə vuraraq mənə qaytarsın, mənə göstərsin. Yəni, indi bunun üçün bir dənə dekorator yazaq özümüzdə. Birinci bir dekorator yazanda nəyə diqqət eləmək lazımdır? Mənim bu dekoratoru burada diqqət edirsinizsə, baxın, mən bura len result yazmışam, düzdürmü? Len result yaza bilməyim üçün, mənim bura ötürəcəyim parametri funksiyanın return'ünün list olması və ya bu len metodunu support eləməsi lazımdır. Yəni ki, uyğunluq olması lazımdır. Yəni ki, əgər bunun real case-dən də fikirləşsək, əgər mənim o stakanın düzgün olmaq, bir dənə aparat var, bunun xüsusiyyəti etiket yapışdırmaq. Nəyə? Stakana. Mən buna stakan verməliyəm ki, buna etiket yapışdırsın. Mən buna telefon versəm, etiket yapışdıra bilməz. Deməli ki, dekorator yazanda nəyə diqqət eləmək lazımdır? Qərar vermək lazımdır ki, mənim bu dekoratorum hansı tip metodlar üzərində işləyəcək. Ona görə bunun qərarını vermək lazımdır. Gəlirik, indi məsələn, mənim return'üm nədir? Listdir. Mən xüsusilə deyəcəm ki, bir dənə dekorator yazacağım burada. Def multiply by 2 deyirəm. Bura deyirəm ki, F-i ötürürəm, func ötürürəm. Yenə yazıram def inner. Yəni, buna başqa adlar da verə bilərsiniz, necə sizə lazımsa. Bunun standart şeyini yazıram, inner yazdım. Və burada deyirəm ki, return inner deyirəm və burada deyirəm ki, birinci result bərabərdir F. İndi baxın, mən buna num listi ötürəcəyim üçün bunun return'ü nədir? Listdir. Deməli, result nəyə bərabər olacaq? Bir listə bərabər olacaq. İndi mən bunu 2-yə vura bilmək üçün nə etməliyəm? Bir dənə temp list yaratmalıyam. Bərabər temp list.
Və ondan sonra deməliyəm ki, for i in result, yəni ki, bu listin içərisində gəz və onun temp listə append elə nəyi? Bunun i'nin 2-yə vurulmuş halını. 2 verin burada. Nə elədim? Götürdüm. Result'un içərisindəki dəyərləri götürdüm. Onu 2-yə vurdum və əlavə elədim temp listə. Ondan sonra deyirəm ki, gəlirəm bura. Deyirəm ki, return temp list. Yəni, bu artıq temp list nə olacaq? Yəni, mənim, necə deyərlər, 2-yə vurulmuş halının, o resultdakı elementlərin 2-yə vurulmuş halının yığıldığı bir dənə list olacaq. Və bunu artıq mən return eləmək istəyirəm, show eləmək istəyirəm və s. və s. Bu artıq fərqli bir məsələdir. Yəni, o artıq mənim o dekoratoru nə üçün yazmağımdan asılı olaraq dəyişən bir məsələdir. İndi gəlirəm bura. Bunu yazdım. Gəlirəm indi burada deyirəm ki, add multiply. Birinci bunu şeysiz verək. Deyirəm ki, print numList. Bunu verdik. Bunu icra elədik. Bu mənə verəcək bunu. 1, 4, 5, 7, 8. Və mən buna gəlib dekorator əlavə elədiyim zaman isə, baxın, multiply by 2 dediyim zaman isə, bu mənə baxın, nəyi return elədi. Yəni 2, 8, 18, 10, 15, 16-nı verdim. İndi bunu görürsünüz ki, bu artıq bizim üçün bir mənada işlərimizi asanlaşdıran bir şeydir. Sabah mən bu listin, deyək ki, götürdüm, elədim 3, 67, 20, 12, 89 elədim. Bu avtomatik olaraq mənim üçün nə edəcək? Bunu return eləyəcək. Bu da mənim müəyyən yerdə işlərimin asanlaşmasına, və s. səbəb olacaq. İndi burada, məsələn, deyək ki, bəs mən burada hal-hazırda parametr verməmişəm. Deyəm ki, və ya buna belə eləsəm, list, burada return list eləsəm. Baxın, indi burada mən gəlib buna hər hansı bir list ötürsəm, 1, 2, 3, 4, 5 deyə. Baxın, bu mənə error verəcək. Niyə? Çünki mən bunu dekoratorda, diqqət edirsinizsə, burada istifadə eləməmişəm. Yəni ki, bunu analiz eləməmişəm. Yəni ki, buna parametr ötürüləcəyini nəzərə almamışam burada. Fikir verirsiniz? Və mən bunu eləmək üçün nə edirəm? Bunu təyin eləyən zaman, mən ona parametr məsələsində nəzərə almalıyam. Deməliyəm ki, burada mən buna nə parametr ötürəcəm, nələr veriləcək və s. və s. Mən bunu deyirəm ki, bunu necə deyə bilərəm? Deyə bilərəm ki, args və deyə bilərəm ki, bunu mən indi icra eləyəndə, təyin eləyəndə, mən bura parametr ötürməliyəm. Deməliyəm ki, bura args və deyirəm ki, quarks. Yəni, ola biləcək bütün parametr tiplərini mən bura ötürürəm ki, mən bundan istifadə edeyim. Mən bura ötürdüyüm zaman, diqqət edin, o mənim üçün bunu icra eləyəcək. İndi gələk bunu run elədiyimiz zaman, baxaq. List, pardon, bunu ötürmədik bura. Və mən buradan deyirəm ki, bunu verdim bura. Və bunu da verirəm bura ki, bunu ötürə bilsin. Baxın, mən bunu nə edirəm? Aşağıya ötürürəm ki, ondan mən istifadə eləyə bilim. Və bunu elədiyim zaman da, baxın, bu artıq, mən bura hansı parametri ötürsəm, args necə deyər, məntiqi ilə, quarks məntiqini mən yazıram ki, bura ötürüləcək parametrlərdə handle eləyə bilim. İndi sabah mən bura başqa deyək ki, element də ötürsəm, məsələn deyək ki, 1, 2, məsələn 2, 3, 6 desəm. Bunu ötürsəm bura. Bunu mən məsələn bu hal-hazırda bu şəkildə ötürə bilməliyəm. Səbəbi nədir? Çünki args keyword-ü məndən tələb edir ki, mən bura əvvəlcədən default bir parametr əlavə edim. Mən bura list ötürdüm, pardon, listi yazdım.
Və burada deyirəm ki, burada istifadə edirəm. Gəlirəm deyirəm ki, bura 1, 2, 3, 4, 5 olsun. Burada mən neçə dənə parametr vermişəm, diqqət edin. 2 dənə parametr vermişəm, args və quarks vermişəm. Və bunlar necə deyirlər, burada error verir. İndi ilkin etapda mən bunu bu şəkildə verəndə burada problem yaranmır. İndi artıq bizim qabağımızda qoyduğumuz məqsəddən asılı olaraq biz ona uyğun bir dənə dekorator hazırlayacağıq. Məsələn, bu dekorator multiply by 2 nə ilə işləyəcək? Hansı şeylər ki, data strukturlar ki, onlar for'u support edir. Və ya appendix list. Məsələn, mən bura gəlib bunun yerinə şey versəm, tuple versəm, bu işləməyəcək. Niyə? Çünki tuple-da əslən tuple-da işləyər. Niyə? Çünki mən bunu list olaraq vermişəm və bundan istifadə edə bilərəm. Amma məsələn deyək ki, dict versəm işləməyəcək. Buna görə dekorator təyin eləyərkən iki aspektə diqqət etməyimiz lazımdır. Birincisi, mənim o istifadə elədiyim metodun return void olması mənim üçün önəmlidir. Çünki məsələn bu void olsaydı, bu metodu void olsaydı, return eləməsəydi, mən burada yazdığım sətir heç bir məna daşımazdı. Niyə? Çünki mən burada resultda nə edirəm? Bu metodun return elədiyi dəyərləri resulta mənimsədirəm və ondan sonra onun üzərində hər hansı bir iş görürəm. Dolayısıyla bunun üzərində işləyəndə biz belə şeylərə diqqət eləməliyik. Yəni dekoratorlarla işləyəndə. İndi mən bu dekoratoru üzərində işlədim. Yəni buna bu xüsusiyyətləri verdim. Artıq özümdə application yazarkən mən buna bir var ki, hazır dekoratorlar da var. Python'ın hazır dekoratoru var. Built-in dekoratorlar var. Onlara da bir dənə siyasına bir dənə baxaq. Python built-in decorators. Baxın, buradan da məsələn biz Python'ın özünün yazdığı necə deyirlər, dekoratorlardan istifadə eləyə bilərik yeri gələndə. Və bunların amma necə deyirlər, hazır dekoratorlardan istifadə eləyəndə yəni amma birinci bu dekoratorun ümumi işləmə məntiqini qavramamız lazımdır ki, biz bunları hazırlarında götürüb istifadə eləyə bilək. İndi bunun məsələn bu əslində bir mənada digər proqramlaşdırma dillərində bunun qarşılığı əslində nədir? Bir funksiyanı başqa bir funksiyaya parametr şəklində ötürə bilmək. Əslində bizim zaten burada elədiyimiz şey nədir? Bir dənə burada bir funksiya var. Mən bu funksiyaya başqa bir dənə funksiyanı, yəni numList funksiyasını parametr olaraq ötürürəm. Bu vaxta kimi elədiyimiz parametr anlayışında sadəcə biz dəyişən, list və s. ötürürük. Amma funksiyaları bu şəkildə parametr şəklində ötürərkən nə nəticə əldə edə bilərik, ona baxacaq. İndi dekoratorlar mövzusunu, sonradan biz indi generatorlar mövzusuna keçəcək və bunları birləşdirərək daha geniş istifadə edəcək. İndi dekorator mövzusunun girişini olaraq bu şəkildə bir anlayış olaraq özünüzdə mənimsəsəz, sonraki dərslərdə artıq bunları biraz daha genişləndirəcək. Məsələn, nə kimi genişləndirə bilərik? Mən məsələn bir dənə dekorator var, bir metoda birdən çox dekorator verə bilərəmmi? Və bunu mən layihə içərisində dekoratorlar necə istifadə edə bilərəm? Bunları yazarkən, məsələn, keçən dəfə biz bunu yazarkən öncədən oturub hazırlayıb qoymaq lazımdır. Yəni ki, dekoratorlarımı yazıb qoyuram, sonradan götürüb bunlardan istifadə edə bilərəm. Bu əslində mənim üçün nə işə yarayır? Mənim gördüyüm işi daha optimallaşdırıb qısaltmağa.
Və bu sonradan biz design patternları keçəndə, design pattern mövzusunu keçəndə single responsibility pattern deyilən bir pattern üzərində danışacağıq. Bu da əslində orada istifadə olunan bir üsullardan biridir. Bunu da ön məlumat olaraq bildirim. Belə, bugünkü dərs bu qədər. Növbəti dərsdə görüşərik.